Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Qarşıdan çox əziz və müqəddəs bayramımız gəlir. Qurban bayramı münasibətilə qurbanlıq qoyun üzərində geyim dəstinin hazırlanma qaydasını sizinlə bölüşəcəm. Ümid edirəm sizlərin də işinə yarayacaq bir video olacaq. Hazırlanması çox da çətin deyil. Ümid edirəm ki, videomdan yararlanıb siz də daha gözəllərini hazırlayarsınız. Araqçın hissə üçün sadə dairəvi kardon kəsirik. Yan hissəyə istədiyiniz formada kardon kəsə bilərsiniz. Mən daha öncə araqçın hazırlamışam bir neçə videomuzda. Hansı sizə uyğunsa formada hazırlamaq olar. Kağız bir qat nazik olacağını düşündüm. Buna görə 2 qat hazırlayacağım. Amma istəsəz kardon götürə bilərsiniz və yaxud da biraz qalın kağızdan istifadə eləmək olar. Araqçını bükmək üçün üst hissəni məxmər vilur parçanın hər ikisini seçə bilərsiniz. Bu formada qapadıram. Papağın içəri hissəsinə atlas yapışdıracağım. Çalışdım sizə hər iki formanı göstərim. Bunu sadə məxmər parçadan da etmək olar. Hətta sadə ağ kağızda yapışdırmaq olar. Fərqi yoxdur. Əsas odur ki, kardon hissə bağlansın və daha səliqəli bir görüntü əldə eləyəsiniz. Atlas parçanın ipləri tez sökülə bilir. Ona görə də bu formada əridirəm və yan hissələrə istədiyiniz dekor istifadə eləmək olar. Yəni belə deyim, qırmızı, qızılı, zoğalı, krem tonlarında çalışın, çox rəngarəng də olmasın. Və kağızın da ölçüsünü alıb üzərinə parçanı yapışdıracağım. Araqçınımız hazırdır. Üzərini bəzəmək üçün qırmızı milli lentdən istifadə elədim. Daha sonra ön hissəyə həm calaq hissəni bağlamaq üçün, eyni zamanda araqçınımızı biraz da gözəlləşdirmək üçün buta yapışdıracağım. Mən bu butanı bu formada almışam, metrə ilədir. Tək-tək də satılır. Hətta istəsəniz özünüz də hazırlaya bilərsiniz. Öz zövqünüzə uyğun formada. Yenə qeyd edirəm, əvvəlki araqçın modellərimizdə butanı da hazırlamağı göstərmişdim. Yəni belə almaq üçün ya belə deyim, hazır satışda tapmasanız, sadə kağız üzərinə qızılı kantlardan, muncuqlardan istifadə edib çox gözəl broş, buta broşu əldə edə bilərsiniz. Və geyim hissə üçün
İki formada mümkündür. Sadə atlas parça da olar, məxmər parça da olar. Mənim əlimdə belə gəlin şalı var. Çox sevdiyim bir modeldir. Artıq belə deyək, xınalarda çox da istifadə olunmasa da, məndə bir neçə ədəd qurbanlıq qoyun üçün bu formada geyim daha gözəl görünür. Ona görə əldə saxlayıram və hazır üzəri biserlərlə işləməlidir, saçaqlıdır. Amma yoxdursa, qırmızı setka geyim mağazası olan yerdən qırmızı setka tül alıb ətək hissələrinə belə metrə ilə satılan kantdan vura bilərsiniz. Hər iki materialı dərzili dükanlarından çox asanlıqla əldə eləmək olar. Mən biraz bu aralar evdən çox çıxa bilmirəm. İnşallah bir dəfədə mağazaların materialının səbət deyil, başqa hansı mağazalardan tapa bilərsiniz, onları sizinlə bölüşəcəm. Çünki hər şey səbət mağazasında tapmaq olmur. Və kənar hissəyə biraz büzmə istəyirəm ki, orta hissəsin ölçüb büzmə istəyirəm ki, daha maraqlı olsun. Düz sadə formada, yəni şalı belə deyim, qoyunun belinə sadə formada sərməyək. Biraz büzməli, daha gözəl görüntü əldə etmək üçün adi iynə sapla bir neçə yerdən büzürük. Eyni simmetriya ilə digər tərəfi də büzürəm. Geyimimiz hazırdır. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.